Gəlin bir mövzu haqqında danışaq. Yağ yandıran məhsullar. Kivi yağ yandırır. Ananas yağ yandırır. Limon suyu yağ yandırır. Bunlar nə dərəcədə doğrudur? Doğrudan da yağ yandıran hər hansı bir meyvə və yaxud da ki tərəvəz və yaxud da ki hər hansı bir qida məhsulu varmı? İlk növbədə bədənimizdə yağların toplanmasının səbəbi nədir? Yağlar bədənimizdə toplanan və bizim tərəfimizdən istifadə edilməyən əlavə enerjidir. Yəni bədən yağları nə vaxtsa istifadə edərəm prinsipi ilə bədənimizdə toplayır. Və bədənimizdə toplanan yağlar, yəni piylər, onlar istifadə edilməlidir. Yəni hər hansı bir qida məhsulu tərəfindən yandırılması mümkün deyil. Yəni bədəninizdə artıq şəkildə toplanan yağları istifadə etmədiyiniz müddətcə onlar heç yana gedən deyil. Yağların yanması üçün şərait yaratmaq mümkündür. Kalori defisiti deyilən bir anlayış vardır. Yəni siz bədənə lazım olandan biraz daha az enerji qəbul etməklə bədənə lazım olan enerjinin lazımı qədəri yağlardan alınması üçün şərait yarada bilərsiniz. Ona görə sizə əminliklə deyirəm, yağ yandırıcı hər hansı bir qida əlavəsi axtarmaqdansa divandan qalxın və hərəkətə keçin. Bu axtardığınız müddət çərçivəsində inanın mənə artıq bir neçə qram yağınızdan qurtula bilərdiniz.